Qədimi təbii mirvardan yığılmış belə bir üzüyü sizə təqdim etmək istəyirəm. Çox gözəl bu formada mirvarlarla yığılıb. Baxın, aşağı hissəsi tənzimləmə formasındadır. Hər barmaq ölçüsünə gedir. Yəni çox gözəl modeldir. Barmaqda da duruşu çox gözəl belədir. Yəni xırda qədimi mirvarlardan yığılıb bu model. Qızılı hissəsi də rəngi dəyişməyən 18 karat qızıl suyuna salınmadır. Əl işidir, sifarişdən hazırlanıb müştərinin istəyinə uyğun. Və sizə Mallorca mirvarisindən bu formada sırğalarımızı təqdim etmək istəyirəm. Angliş qızamıq üzərində yığılıb. Bu formada üzəri xırda sifarişli qaşlarla yığılmadır. Belə bir qəhvəyi tonlarında olan sırğa modelimizdir. Bu modelin klonu da var. Yəni sifarişə əsasən tək və yaxud dəst halda götürə bilərsiniz. Və belə dəniz mirvarisindən hazırladığım sırğalarım da var. Bu halqanın özü çıxa bilir. Ayrı sırğa başlığında istifadə edə bilirsiniz. Yəni bu formada da istifadəsi mümkündür. Baxın, yaxından görsədim sizə. Təbii dəniz mirvarisindən yığılmış sırğadır. Və belə fərqli zamok ilə Angliş qızamoklandır. Bizdə hər bir model Angliş qızamokla yığılır. Və mirvarisi isə Mallorca mirvarisidir. Baxın fərqə, yəni bu çay mirvarisi, dəniz mirvarisi bu formalarda olur. Yəni üzəri belə bir xəttləri olur üzərində. Yəni fərqlənirlər bir-birlərindən. Ancaq Mallorca mirvarları isə yəni eyni standart, yəni ölçülərdə olur hər biri. Və bu formada da Mallorca mirvarimiz var. Armud formasındadır şəkli. Müştərinin istəyinə uyğun bu formada zamokla yığmışım. İstəyə uyğun başqa fərqli zamoklarla da yığmağı mümkündür. Mallorca mirvarisini daha biraz iri götürüb zamoku xırda da götürə bilərsiniz. Yəni bizdə əl işlərdə hər biri sifarişə əsasən, yəni istədiyiniz dizaynda, istədiyiniz formada hazırlamaq mümkündür. Baxın belə bir görünüşdə eyni Angliş qızamokla və ətəyində olan təbii çay mirvarlarıdır. Bu formada bu modeli yığmışıq. Çox göz oxşayan modeldir.